Mən Mürsəlov Ocaqverdi Əliquluoğlu 1950-ci ildə Kəlbəcər rayonunda anadan olmuşam, özümdə. 93-də də ki, qaçqın düşmüşük, elə gəlib burada məskunlaşmışıq. Uşaqlar balaca olur. İndi oğlum bax burada ailə qurubdu, 2 olub, bir özü. Gelib kvartirada yaşayır, yerləşmədik. Kirada olur, ayda 4 manat pul veririk. Nəsə bu torpaq alınanda Allah atasına rəhmət eləsin, prezidentimizin. Və onun hesabına torpaqlar alındı. Elə alınandan bir həftə sonra gündə mazət gəldi. Hem Qaçqondan gəldi, bir də Kəlbəcər rayon şahid совetindən gəldi. Dedi Ocaqverdi, sən sistemə tutmuşsan, gedirsən rayona, deyirəm, gitmə, yalvara gedəcəm. Bu qonşum gedib, harada düzüb qoşub, neyiniyib, bunun oğlu istisu değiştir, ne olsun iştir? İştir, maaşını alır. Onda Kəlbəcərdə 2 müşkün adam seçir, hamısını bezmə bey versinlər. Prezidentin de emri var ki, şəraiti pis olan, Zanya'da yeri dar olanları yollayayım. Bak bunlar emirdi, Saracam'da bunlar köşe. 25 yılda adam burada yaşamırdı. Bunu hansı temenniye göre, hansı tapşırığa göre bunu yollayıplar. Diyorlar oğlu süt içen çok Kəlbəcərli. Onda gəlmişsin biz nöbət köçsünlər. Benim 77 yaşım var. Özde öğreten ameliyat olmuş ama açık ameliyat. Yoldaşım hastadır. Kalkıp yene bilmir. Dizinde problem var. Bu Sarancam nerede? Bu başka adam köçmen nerede? Gelip diye bu da yaşadı konuşum. Şimdi onunla ben şikayet edemiyorum. Onu köçenden edeceğim şikayet. Ay bacıoğlu. Hansı temennayla, hansı tapsıla göre yola salmışsın? Sen Zanya'da pis vaziyette yaşayanı koymuşsan, gelirsen villa solanı köçürürsen. Söhbət bundan gedir. Ya bu pul verir ya da adamı var. Benim 80 yaşım var. Benimle sərəmət yoxdur mən yaşam. Ürətən əməliyyat olmuşam. Məni köçüdə. Gel burada maddeyi hazırlaş. Gelip başka adam köçürürsen. Bu evini 25 yıldır verip çiriye veripti. Ben o köçüp gedir. Özde gezirler dikip. Sana çiriye verip gitmişler 25 yıldan. O hansı yolla köçün ben bilmirəm. Benim ondan şikayetim yok diye. Onu köçelenden de şikayetim benim.